İmam Sadiq əleyhissalam buyurur ki, əgər bir şəxs bir qonaqlıq üçün 1000 dirhəm pul xərcləsə və o qonaqlıqda yalnız bir nəfər mömin yemək yesə, heç də israf eləməyib. Yəni bir qonaq üçün, mömin şəxs üçün. Bu əslində bu hədisdə möminin ehtiramı, qədir qiyməti üzə çıxardılır ki, mömin gör nə qədər Allah yanında qədir qiymətlidir ki, onun üçün nə qədər çox süfrə açsan, nə qədər təntənəli süfrə təşkil eləsən, yəni israf eləməmsən. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin huzuruna əsirləri gətirirlər. Həzrət onlara İslam dinini təklif edir, qəbul eləmirlər. Nəhayət qərara gəlir ki, müharibə əsirlərinin içindən Həzrətə qarşı xüsusi amansızla vuruşan bir şəxsi gətirir, onu İslama dəvət edir Peyğəmbər salavatullah. O da deyir, Peyğəmbər, o da İslamı qəbul eləmir, qəbul eləmədiyinə görə Peyğəmbər onun qətlinə hökm verməyə, fərman verməyə hazırlaşanda deyir, Cəbrail mələyi nazil olur. Cəbrail mələyi nazil olur, deyir ki, ey Allahın rəsulu, Allah sənə salam göndərib buyurur ki, bu əsir səxavətli və qonaqpərvərdir, ona görə onu öldürmə. Görün, o əsirlərin içindən bir nəfər şəxs ölümdən nicat tapır. Nəyini isə bir xüsusiyyətinə görə Allahı tanımır, Allahı qəbul eləmir, Allahı tanıyanlara qarşı müharibə, mübarizə aparır. Amma onun bircə xüsusiyyəti, səxavətli olması, qonaqpərvər olması ona ölümdən nicat verir. Ona ki, ölümdən nicat verir, deyir, həmin əsir deyir, Allahın bu ilahi xəbəri eşidəndə dərhal İslamı qəbul edir ki, nə gözəl dindir. Mən İslama qarşı çıxıram, Allaha qarşı çıxıram, Allah isə mənim bu xüsusiyyətimi dəyərləndirirsə, bu nə gözəl dindir. Xüsusən də deyir, insan bu qonaqpərvərliyin qohumları arasında bərqərar eləyə. Təsəvvürün ki, qohumlarla qonaqlığı həyata keçirəsən, burada bunun savabını yığıb yığışdırmaq qeyri-mümkündür. Həm qonaqlıq, həm də orada qohumlarla əlaqə, rabitə. İmam Sadiq əleyhissalam buyurur ki, sizin ən yaxşılarınız səxavətlilər və qonaqpərvərlərdir. Ən pisiniz isə paxıllardır. Peyğəmbər salavatullah buyurur, sizin ən pisləriniz o kəsdir ki, pis və nalayiq sözlər işlədə və paxıl ola, cəmaatla qaynayıb qarışmaya, cəmiyyətdən aralı olmağı sevə, uzaq olmağı sevə, qonaqların gəlişindən narahat ola və onları hörmət göstərməyə, xidmət göstərməyə hövsələsi çatmaya. Həzrət başqa bir hədisdə buyurur ki, sizin ən yaxşıları o kəsdir ki, ehsan əhlidirlər və qonaqpərvərdirlər. Bir gün deyir, ikinci xəlifə təzə xilafətə yiyələnəndə elə ilk cümlələrin Allahla razı niyazla başlayır, dua eləyir, münacat edir. Bəzən insan olur da görsən, müəyyən xarakterləri fikirləşsən, başlasan Allahla razı niyaz eləməyə. İkinci xəlifə deyir, əlin Allah dərgahını açır, ilk xəlifəliyi günlərində, ilk cümlələrdir. Bu olur ki, pərverdigara, mənim xasiyyətim kobuddur, məni yumşalt. Xarakterlərindən danışır. Mən bacarıqsızam, zəifəm, məni gücləndir. Paxılan məni səxavətli elə. Əslində bu sözlərin içində böyük bir məna gizlənir. Nədir bu? Mənası nədir? Bu mənası odur ki, yəni müsəlmanları rəhbər, ümumiyyətlə rəhbər olmaq istəyən şəxsin gərək cömərtliyi olsun, səxavəti olsun, əlaçıqlığı olsun. Səxavətli olmayan, qonaqpərvər olmayan, əlaçıq olmayan şəxs insanlara rəhbərlik eləyə bilməz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər kəs qohumlarının görüşünə getsə, çox əzəmətli hədis, hər kəs qohumlarının görüşünə getsə və onlar üçün hədiyyə aparsa, buyurur Allah Taala 100 şəhidin savabını ona yazar. Qohumlara gedirsən, ziyarətinə gedirsən, qonaq dəvət edib, qonaqlığına gedirsən, əlində də hədiyyə ilə Allah Taala, Peyğəmbər salavatullah buyurur ki, Allah Taala həmin şəxsə 100 şəhidin savabını yazar. Amma bununla yekunlaşmır. Buyurur, bu yolda atdığı hər addım üçün 40.000 savab yazar, 40.000 savab. Təəccüblü gəlməsin bizə, niyə? Allah bir şeyi xoşladırsa, ona saysız hesabsız savablar yazır. Və bununla da kifayətlənmir. Deyir, hər atdığı addıma bir o qədər də günahların silir, günahların bağışlayır. İmam Səccad əleyhissalam öz oğluna buyurur ki, qohum-əqrabanın görüşünə getməyən şəxslərlə, silə-i rəhmi tərk eləyən insanlarla əlaqə saxlama, dostluq eləmə.
Çünki belə bir kəs bu kəslər Quran-ı Kərimin 3 yerində lənətləniblər. Gör nə qədər Allahın acığı gələn insanlardır, qohum-əqrəbi ilə əlaqəni kəsənlər. Ona görə də insan nə gözəl olar ki, qohum-əqrəbi ilə əlaqə saxlasın və onlar qonaqlıq məsələsində ən birinci öz qohumlarına, yaxınlarından başlasın. Allahın bir İzzət Cəlalı xatirinə bizi səxavətli qonaqpərvər bəndələrindən qərar versin və Allah rızası üçün qonaqpərvərlik göstərməklə, səxavət göstərməklə ilahi rızayətə dünya axirət nail olanlardan eləsin.